Salam kanalımızın değerli izleyicileri. Data analitika üçün Python kursumuzun bu dersinde Matplotlib kitabxanasının PyPlot modulunun plot typesini öğrenmeye devam edirik. Pairwise datadan bu dersimizde bar funksiyasına ait bir nümuneye bakacağıq. Nümunemizi kopyalayaq. Jupyter editörümüzü mən özümə lazım olan yerdə açıram. Jupyter Notebook. New Python if. Kodumuzu buraya paste edirəm. Yəni əlavə edirəm. Qalan hissəsini də kopyalayaq. Run edək. Baxın, görürsünüz belə bir diaqram qarşımıza çıxdı. İndi gəlin bu kodu hər bir hissəsini addım-addım izah edək. Bu kod sütun qrafiki, yəni barça yaratmaq üçün Matplotlib kitabxanasından istifadə edir. Bu hissə kitabxanaların import edilməsi hissəsidir. Baxın, bu hissə. Matplotlib.pyplot pnt qrafikləri çəkmək üçün istifadə olunur. NumPy, NP isə rəqəmsal əməliyyatları və verilənlərin emalı üçün istifadə olunur. Bu hissə ilə qrafik stili təyin edilir. Baxın, bu hissə. Matplotlibin minimalist dizaynlarından biridir. Grafikin dizaynını sadə və təmiz saxlayır. Gəlin istəyirsiniz, maraq üçün bunu buradan yığışdıraq və kodumuzu təkrardan edək. Bu kodun tam şəkildə olan hissəsi. Buradan bunu yığışdıraq və run edək. Baxın, aşağıdakı ilə bunun arasında mən hal-hazırda fərq görmürəm. Sadə bir qrafik olduğu üçün hər hansı bir fərq gözə dəymədi. Ancaq bildik ki, bu hissə MP Gallery minimalist dizaynlardan biridir Matplotlibdə. Grafikin dizaynını sadə və təmiz etmək üçündür. Verilənlərin yaradılması hissəsi, baxın bura. Eləcə də məndə kodda. Baxın bura. Bu hissə 0, 1, 2, 3, 4 ta ki 7-yə qədər dəyərlər yaradır. X bərabərdir 0.5 istəyənsin həmin hissə. Yəni hər dəyərə 0.5 əlavə olunur. Deməli, bu hissə nə edir? 0, 1, 2, 3, 4, 5, 6, 7 dəyərlər yaratdı. 8 dənə 0-dan başladı, 7-də bitdi. Və üstünə də 0.5 gəlirik hər birini. 0.5, 1.5, 2.5 ta ki gəlir 7.5-ə kimi.
Bakın. Y her x değerine uygun sütunların hündürlüğünü gösteren siyahıdır. Y burada her bir x değerine uygun sütunların nəyini göstərir? Deməli, hündürlüyünü. Bu hissələrdə bildik. Keçirik aşağıya. Grafik sahəsinin yaradılması. Burada yeni bir grafik sahəsi fig vasitəsilə yaranır. Koordinat oxları isə koordinat oxlarını da AX bu hissə yaradır. Deməli, bu ümumi qrafik obyektidir. Yeni bir qrafik sahəsi yaradır. AX isə həmin qrafikin üzərində qrafik çəkəcəyimiz koordinat oxlarıdır. Bu qrafik sahəsin deməli nə yaratdı? Fig və onun üzərində də koordinat oxları çəkəcəyimiz nəyləsə ki, AX. Sütun qrafikinin yaradılması bu hissənin artıq izahına baxırıq. Bu hissə x koordinatlarında y hündürlüklərində sütunlar çəkir. Baxın, x koordinatında və y hündürlüyündə sütunlar çəkir. Width bərabərdir 1. Hər sütunun eni bir vahiddir. Baxın, hər sütunun eni bir vahiddir. Bunu edək, gəlin buradan 3. Təkrardan edək. Baxın, sütunların eni artdı. Sütunların ən yaxşısı sərqəl görülməsi üçün nədir? N'nin 1 olması. X kanır bərabərdir white nədir? Sütunların sərhədləri ağ rənglə göstərilir. Baxın, sərhəd ağ rənglə. Aradakı baxın bu nazik boşluqlar var, ağ xətlə göstərilir. Bunu edək reyl. Təkrardan edək. Baxın, xətlər bu dəfə qırmızı oldu. Sadəcə olaraq arx fon ağdır deyə white, yəni ağ etmək. Qəşəng görünsün. Line width bərabər 0.7. Sərhədin qalınlığının 0.7 olduğunu bildirir. Baxın, sərhədin qalınlığı deməli 0.7-dir. Bunu eləyək 3 misal üçün. Baxın, aradakı sərhədlər görürsün nə qədər qalınlaşdı. Amma bizdə necə idi? 0.7. Koordinat oxlarının tənzimlənməsi. Yəni, baxın, bu hissə x-nin 0,8, x oxunun sərhədlərinin 0,8 aralığında olduğunu bildirir. Daha doğrusu bu aralığında tənzimləyir. Y-nin 0,8, y oxunun sərhədlərinin 0 və 8 arasında aralığında olduğunu tənzimləyir. Baxın, x-nin 0,8 və y-nin 0,8. Deməli, nə oldu? Bu x oxunun sərhədlərinin 0,8 aralığında tənzimləyir. Y-nin 0,8-də y oxunun sərhədləri 0,8 aralığında tənzimlənir. Bu hissə və bu hissəyə baxaq. Kodumuzun içərisində baxaq. Bu hissəyə və bu hissəyə. X oxunda 1-dən 7-yə qədər işarələr göstərilir. Həmçinin Y oxunda da 1-dən 7-yə qədər işarələr nə olur? Göstərilir. Baxın. 8 özü daxil deyil. X oxu 1, 2, 3, 4 sıralanıb. Sıra nömrələri qeyd olunub üzərində. Baxın 7-yə kimi. Və həmçinin Y-də 1-dən 7-yə kimi 7 daxildir, ancaq bu 8 özü daxil deyil.
nömrələr də qeyd olunub YQQ'nun üzərində. Və ən sonda da qrafikin göstərilməsi pnt.show. pnt.show'da qrafikimizi göstərmək üçündür. Ki, hazırki qrafik hal-hazırda ekranda görünür. Ümumi nəticə, bu kodun yaratdığı qrafik aşağıdakı xüsusiyyətlərə malikdir. 8 sütundan ibarət bar qrafiki yaranıb. 1, 2, 3, 4, 5, 6, 7, 8 həqiqətən də 8 sütundan ibarət bir qrafikdir, bar qrafikidir. Sütunların sərhədləri ağ rəngdədir. Sərhədlər görürsünüz ağ rəngdədir və qalınlığı da 1 vermişdik. Koordinat oxları 0-8 aralığında tənzimlənib. Koordinat oxları da baxın 0-la 8 aralığında tənzimlənib. Həm X oxu, həm Y oxu. 8 öz daxildir, ancaq 1, 2, 3, 4, 5, 6, 7 belə sıralanıb. Minimalist MP qaneri dizaynı istifadə olunub. Deməli, bunun üçün hansı dizayn istifadə olunubdur? MP qaneri. Bu tip qrafiklər müxtəlif kateqoriyalar arasında müqayisə aparmaq üçün faydalıdır. Bu dərs deməli biz bar funksiyasına giriş etdik və ona aid bir dənə nümunə izah etdik. Nümunə üzərindən bar funksiyasını tanımış olduq. Gəlin bunu bir yerdə save edib yaddaşa verək. Jupyter editorumu açdığım faylın içərisində avtomatik save olundu. Növbəti dərs biz bar funksiyasına aid bir sıra nümunələrə baxacağıq, bir sıra nümunələr izah edəcəyik. İnanıram ki, hər şey aydın oldu. Hər dərs olduğu kimi bu dərsdə dərs içərisində istifadə etdiyim kodları, bu save etdiyim faylı videonun altına yerləşdirəcəm. İstəyən hər kəs orada yükləyib faydalana bilər. Lakin yenə də deyirəm, özünüz yazsanız sizin üçün təbii ki, daha faydalıdır. Əgər videoların faydalı gəlirsə, kanalıma abunə olmağı, videolarımı bəyənib rəy yazmağı və paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək.